İzləyicimiz yazıb ki, genetik test uşağın cinsiyyətini göstərirmi? Genetik test dedikdə, genetik testlərimiz bir neçə formada aparıla bilir. Var təkin xəstəlikləri, var xromosomal patologiyalar. Özəllə xromosomal patologiyaları araşdırmaq məqsədilə xromosom analizi edildikdə fetusa aid nümunədən fərq yoxdur, hansı nümunədən. Biz orada xromosom anomaliyalarına baxdıqda cinsiyyət xromosomlarını da görə bilirik. Bir uşağın cinsiyyətinin qız ya da oğlan olduğunu xromosomları bəyan edir. Əgər bizdə bədən xromosomları ilə yanaşı 44 autosom xromosomdan əlavə sonda 2X xromosomu varsa biz qız olaraq dünyaya gəlirik. 1X, 1Y xromosomu olarsa oğlan olaraq dünyaya gəlirik. Apardığımız analizlər xromosom patologiyalarını aşkarlayır deyə və cinsiyyətin bəlirlənməsi də xromosomlara dayanır deyə əslində teoretik olaraq, praktik olaraq da biz analiz apardığımız sırada xromosomlara dayanaraq fetusun, doğulmamış uşağın cinsiyyətini görürük. Yəni bütün dünyada genetik analizlər, xromosomal analizlər aparılarkən bu görsənir. Sadəcə prenatal dövrdə bu cinsiyyətin deyilməsi həm etik, həm qanunla düzgün olmadığına görə prenatal analizlərdə uşağın cinsiyyəti haqqında hər hansı bir məlumat verilmir. Yox, əgər cinsiyyət xromosomlarına bağlı hər hansı bir patologiyamız varsa, özəllə cinsiyyət xromosom anomaliyalarından Turner sindromunun adını çəkə bilərik, qız uşaqlarında olur, Klinefelter sindromunun adını çəkə bilərik, oğlan uşaqlarında olur. Bu və bunun kimi digər istisna durumlarımız olarsa, cinsiyyət xromosomlarına bağlı patologiyalar bu zaman ailə məlumatlandırılır ki, bu xromosomlarda problem olur.